Salam, hörmətli müəllimlər. Hər vaxtınız xeyir olsun. Hər birinizi xoş gördük. Mən Mirzəyeva Gülşən. MİQ və sertifikasiya müsabiqə mərhələsində hazırlaşan bütün müəllimlərə uğurlar arzulayırıq. Bildiyiniz kimi, hər zaman Fərəcov Akademi sizlərə dəstəkdir və bu gün də dəstək məqsədi ilə sizə bu videonu yönləndiririk. Videoda inteqrasiyaya aid müəyyən izah, daha sonra 2 dənə uzun tipli sualın, inteqrasiyaya aid olan sualın izahını verəcəm. Sualı ekranda görürsünüz, necə uzundur və onu da qeyd edim ki, bizdə fərqli nədir? Fərqli ondan ibarətdir ki, müəllimlər, biz hər ixtisasa uyğun suallar tərtib edirik, situativ, uzun tipli və dərsdə də məhz onları işlədirik. Sizə isə bilirsiniz ki, ixtisasınıza uyğun suallar düşəcək, inteqrasiya o şəkildə və s. Gəlin, baxaq müəllimlər, birinci inteqrasiya nədir, onu deyib. İnteqrasiya əlaqələndirmək deməkdir. Və inteqrasiyanın 3 növü var. Hansılardır? Fən üstü, daha sonra digəri fənlər arası və fən daxili inteqrasiya. Fən üstü inteqrasiya nə deməkdir? Həyatla əlaqələndirmək. Amma burada bir nüans var. Əvvəl başqa cürə götürüldü, indi isə başqa cürə götürüldü. Əgər ki, şagird onu həyatda tətbiq edirsə, icraat edirsə, bəli, bu fən üstü inteqrasiyadır. Yox, təsəvvür et, bu şəkildə düşün və s. Bu fən üstü inteqrasiya deyil. Mütləq surətdə onu həyatda tətbiq etməlidir. Məsələn üçün, tutaq ki, müəllim şagirdlərə yol hərəkət qaydalarını öyrədib, daha sonra isə şagirdləri belə deyək ki, tıxac olan yerə aparır və orada onu tətbiq elətdirir. Bu olur artıq fən üstü inteqrasiya. Çünki müəllim öyrətdi və şagirdlərə də nə edir? Onu tətbiq elətdirir. Şagirdlər onu icra etdiyi üçün artıq olur fən üstü inteqrasiya. Digəri isə fənlərarası inteqrasiyadır. Adı üstündə fənlərin arasında bir əlaqə yaradır. Məsələn üçün, riyaziyyatla kimya arasında ola bilər və yaxud da ki, riyaziyyatla fizika, Azərbaycan dili ilə ədəbiyyat arasında ola bilər ki, müəllim Azərbaycan dili dərsini keçir və ədəbiyyatla əlaqələndirir. Bu olur fənlər arası inteqrasiya. Digər isə fən daxili inteqrasiyadır ki, fən daxili də inteqrasiya öz fəninizin daxilində mövzuların əlaqələndirilməsidir. Və buna görə də biz öz fənnimizi çox yaxşı bilməliyik, öz ixtisasımızı yaxşı bilməliyik ki, biz nə qədər müəllimlərə öyrətsək də, məsələn, müəllim fən üstünü götürür, fənlər arasını götürür, amma fən daxildə gəlib çaşır. Niyə? Çünki öz ixtisasını yaxşı bilmir. Ona görə də öz ixtisasınızı yaxşı bilməlisiniz ki, oradakı fən daxili inteqrasiyanı görüb götürə biləsiniz. Deməli, mövzular arasında əlaqədir. Fən daxili inteqrasiyanın 2 növü var. Hansılar idi? Üfüqi, bir də şagili inteqrasiya. Gəlin, baxaq görə üfüqi necədir, şagili necədir. Baxın, üfüqi bu xətdir, şagili isə bu şəkildədir. Bunu yadımıza saxlayaq. Deməli, üfüqi inteqrasiya nə deməkdir? Məzmun xətləri arasında. Məzmun xəttində nə var? Baxın, xətt. Burada da bir xətt varmı? Düz xətt. Düzdürmü? Məzmun xətti, hər fənnin özünün məzmun xətti var. Məsələn üçün, tutaq ki, Azərbaycan dilində bilirik ki, məzmun xəttimiz oxu, yazı, daha sonra dinləyib anlama danışma, üzrlü sayı, oxu, yazı, dil qaydaları. Mən bildiyim qədərilə bu şəkildə olmalıdır. Və bu məzmun xəttləri arasında, oxu ilə yazı arasında bir əlaqə yaradıramsa, bu nə olacaq? Üfüqi inteqrasiya. Yenə də yadımıza saxlayırıq. Məzmun xətti, baxın, xətt. Burada da bir xətt var. Yadımıza saxladıq ki, məzmun xəttləri arasında bir əlaqəmiz varsa, bu olur üfüqi. Və yaxud da ki, tutaq ki, mən 7-ci sinif şagirdlərinə dərs keçirəm. Baxın, 7-ci sinifdəyəm, kənara çıxmıram. 7-ci sinifdə yanvar ayında bir mövzu keçirəm, amma o mövzunu oktyabr ayında keçsin bir mövzu ilə əlaqələndirirəm. Yenə də 7-ci sinifin daxilindəyəm, başqa bir yerə getmədim ki, düzdürmü? Eyni sinifin daxilində olursa, bu da olur yenə də üfüqi inteqrasiya. Üfüqi inteqrasiya bir daha deyək, necə idi? Məzmun xətti, bir də ki, nə? Eyni sinifin daxilində olan inteqrasiyamız oldu üfüqi inteqrasiya. Bunu mən müəllimlərə necə deyirəm, yadınızda saxlayın. Məsələn üçün, biz nəyisə üfləyəndə, tutaq ki, şamı üfləyirik və yaxud da ki, nəyisə. Üfləyəndə o bizim
nəfəsimiz necə gedir? Düz xətt kimi gedir, düzdürmü? Baxın, bu da düz xəttdir. Belə yadınıza saxlaya bilərsiniz ki, üfüqü düz xəttdir. Digəri isə şaqili inteqrasiyadır. Şaqili inteqrasiya da baxın bu cürədir. Bizim xəttimiz yuxarıya doğru gedir və bunu necə yadımıza saxlayırıq? Əgər ki, siniflər arasında bir əlaqə varsa, bu olur şaqili inteqrasiya. Tutaq ki, mən 7-ci sinifdəyəm. Baxın, yazırıq bura 5, 6, 7, 8 və s. Tutaq ki, mən 7-ci sinifdəyəm və bir mövzu keçirəm. O keçdiyim mövzunu Azərbaycan dili fənni deyək, 5-ci sinifdəki bir mövzu ilə əlaqələndirirəm. Bu nə olur? Siniflər arası əlaqə olur şaqili inteqrasiya. Yəqin ki, aydın olur. Fən daxil, eyni fənin daxilində olur, üfüqi və şaqili. Məhz buna görə də biz nə etməliyik? Öz ixtisasımızı çox yaxşı bilməliyik ki, bunları ayırt edə bilək. İndi gəlirik sualımıza. Sualı müəllimlər, ola bilər ki, siz bu sualı oxuyursunuz, amma biologiya müəllimi deyilsiniz. Məsəl üçün deyək. Və siz buna qeyri-ixtisas müəllimi kimi yanaşırsınız, o şəkildə cavablandırırsınız. Amma ixtisas müəllimi bunu oxuyanda, əgər ki, burada fəndaxili inteqrasiyası da varsa, onu götürəcək. Gəlin baxaq, birinci sualımızı oxuyaq. İlk öncəliklə bir balaca sualı aşağı salım. Aha, gəlin sualımızı oxuyaq. Həyatın müxtəlif mərhələlərində orqanizmlər, baxın, sualı oxuyub və təhlil etməliyik, mütləq surətdə. Təhlil etməsək, o zaman artıq bizdə çox düzgün bir variantı seçə bilməyəcək. Bu bizdə alınmıyor. Ona görə özümüzdə təhlil edirik. Bu biologiya fənninə uyğundur. Deməli, indi biologiya müəllimi bunu necə götürməlidir, ixtisas müəllimləri necə götürməlidir, bunu cavablandıracağım. Sadəcə olaraq, yenə də qeyd edirəm, sizə öz ixtisasınıza uyğun düşəcək. Burada orqanizmlər var. Orqanizmlər hardadır? Biologiyada oxuyuram. Həyatın müxtəlif mərhələlərində orqanizmlər öz mühitinə uyğunlaşaraq müxtəlif biomühəndislik proseslərini həyata keçirirlər. Daha sonra, məsələn, bəzi heyvanlar və bitkilər, bu yenə nəyə aiddir? Biologiya. Daha sonra heyvanlar, bitkilər, bunlar harda var? Texnologiyada da olmalıdır. Ekstremal şəraitlərdə həyatlarını davam etdirmək üçün xüsusi adaptasiya mexanizmləri inkişaf etdiriblər. Bu adaptasiyalar fizioloji dəyişikliklərdən tutmuş, baxın, deyir ki, fizioloji dəyişikliklərdən tutmuş və əlavə olaraq da yuxarıda da yenə var idi heyvanlar, bitkilər, biz qeyd etməliyik. Davranışsal və genetik dəyişikliklərə qədər, yenə də bunlar nəyə daxildir? Biologiyaya daxildir. Bir çox orqanizmdə, xüsusilə də ekstremal mühitlərdə yaşayan canlılarda epigenetik dəyişikliklər baş verir. Canlılar bayaq da dedik ki, yaşayan canlılardır və s. Bu hardadır? Texnologiyadadır. Bu dəyişikliklər orqanizmin ətraf mühitə qarşı daha səmərəli və davamlı bir şəkildə reaksiya verməsini təmin edir. Keçirik aşağı. Həmçinin müxtəlif mühitlərdəki orqanizmlərin bioloji uyğunlaşmalarını təhlil etdikdə biz təkamülün necə işlədiyini və bu adaptasiyaların növbəti nəslə necə keçdiyini daha yaxşı anlayırıq. Baxın, nəsil vardır, növbəti nəslə keçmək və s. İndi isə misal çəkir. Misal üçün, bəzi heyvanların qışda yaşaya bilməsi üçün bədənlərində qalın tüklər, yağ təbəqələri inkişaf etdirir. Bu tüklərdir, yağ təbəqələrdir, yenə texnologiyada var, o fəndə var. Bəziləri isə yüksək dağlıq ərazilərdə, baxın, ərazilər haradadır? Coğrafiyada var. Oksigen çatışmazlığını kompensasiya etmək üçün oksigen biologiyadadır. Qanda daha çox hemoqlobin istehsal edir. Qan, hemoqlobin yenə var harda? Biologiyada. İndi bunu oxuyan qeyri-ixtisas müəllimi deyir ki, burada fənlərarası inteqrasiya var. Baxın, fənlərarası inteqrasiyadır. Niyə? Çünki biologiya, texnologiya, coğrafiya ilə əlaqələndirir. Bunu qeyri-ixtisas müəllimləri baxdı dedi. Məsələn, fizika, kimya, Azərbaycan dili, mən özüm informatika müəllimiyəm, informatika müəllimi dedi ki, burada fənlərarası inteqrasiya var. İndi gəlin biologiya müəllimi üçün görə burada hansı inteqrasiya var əlavə olaraq? Fən daxili inteqrasiya varmı? Gəlin baxaq. Orqanizmlər, daha sonra, baxın bu bir. Heyvanlar, bitkilər, bu ayrı.
Fizioloji dəyişikliklər. Baxın, neçə dənə mövzu var burada. Genetik dəyişikliklər, epigenetik dəyişikliklər, daha sonra qalın tüklər, yağ təbəqələri, qanda, hemoqlobin. Bunların hamısı biologiyada ayrı-ayrı mövzulardır. Və bu mövzular arasında bir inteqrasiya var. Ona görə də məhz biologiya müəllimləri fənlər arası inteqrasiyadan da əlavə nəyi götürəcək? Fən daxili inteqrasiyanı. Çünki əlavə olaraq da öz fənni daxilində onun bir inteqrasiyası var. Aydın oldu mu? Düşünürəm ki, aydındır. Qeyri-ixtisas müəllimləri oxuyur, götürür fənlər arası, amma biologiya müəllimi oxudu, götürür fənlər arası və fən daxili inteqrasiya. Bu şəkildə bu sualı cavablandırmaq olar. Yenə də qeyd edirəm. Sizin imtahanda sizin ixtisasınıza uyğun düşəcək. Amma biz bu tipdə suallar işlədirik ki, digər müəllimlər də öz ixtisaslarına uyğun sualları işləyə bilsinlər. Daha sonra bizim digər ikinci sualımıza keçid eləyək. O sualımız da uzundur. Uzun tipli bir sualdır. Gəlin baxaq. Birinci oxuyuruq. Yenə özümüz təhlil edirik. Təhlil etməsək, əlbəttə ki, bu mümkün deyil. Mütləq sürətdə özümüzdə müəyyən bir qeydlər götürməliyik. Bu musiqi müəlliminə uyğundur. Gəlin baxaq. Musiqi yalnız melodiyalar və ritmlərlə deyil. Baxın, melodiya var, ritm var. Musiqi. Daha sonra gəlirik. Həm də duyğularla əlaqəlidir. Duyğular musiqidə də var, əlavə harda var? Biologiyada da var. Duyğular biologiya fənnində də var. Müxtəlif musiqi növləri, musiqinin növləri, janrlar, insanlar üzərində fərqli emosional təsirlər yaradır. Emosional hardadır? Təsirlər, biologiyada yenə. Məsələn, klassik musiqi, yenə musiqinin adını çəkib, klassik musiqi, adətən dərin hissiyat, baxın, dərin hissiyat yenə biologiyaya aiddir, təfəkkür yaradır, lakin pop, baxın, pop, rock musiqisi janrları dinləyicilərdə enerjili və həvəsli hisslər yaradır. Hisslər yenə biologiyaya aiddir. Musiqi həm də fiziki və beyni fəaliyyətlərinə təsir göstərir. Beyin fəaliyyətlərinə təsir göstərir. Digər tərəfdən, bəzi araşdırmalara görə musiqinin ritmik strukturu insanların düşüncə sürətini və yaddaşını artıra bilər. Bəzi musiqi növləri isə stresi azaldır. Bunun hamısı biologiyaya aid. Yəni, biologiya ilə inteqrasiya olunur. Və rahatlıq hissi yaradır. Musiqinin bu təsiri, eləcə də musiqi bəstələyicilərinin fərdi yaradıcılıq prosesləri, musiqi nəzəriyyəsi, musiqinin özündə nəzəriyyəsi var axı, və praktikasının qarşılıqlı əlaqəsini anlamaq həm psixologiya, həm də musiqi elmi baxımından mühüm əhəmiyyət kəsb edir. Oxumağa davam edirik. Bəs musiqinin insan psixologiyasına təsiri necə işləyir? Yenə də biologiya ilə əlaqələndirilib. Musiqi bədii sənət və elmin qarşılıqlı əlaqəsi necə təhlil edilə bilər? Musiqinin ritmik və harmonik elə musiqinin daxilindədir. Strukturları ilə insanların emosional vəziyyətləri arasında hansı əlaqələr mövcuddur? Musiqinin həm psixoloji, həm də bədii təsirlərinin nəzəri cəhətləri necə şərh edilə bilər? İnteqrasiyanın növünü tapılır. Baxın, müəllimlər, musiqi müəllimidir. Məsələn üçün belə qeyd edirik. Musiqi müəllimi bunu tədris edəndə, baxın, bu şəkildə edəndə, burada nə edibdir? Musiqi ilə biologiyanı əlaqələndiribdir. Və biz qeyri-ixtisas müəllimi olaraq baxdığımız zaman, burada nəyi götürürük? Fənlər arası inteqrasiya var və həmçinin musiqi müəllimi kimi də götürəndə nə var? Fənlər arası inteqrasiya var. Fənlər arası inteqrasiya. Həm qeyri-ixtisas müəllimi kimi, həm də ki, musiqi müəllimi kimi, biologiya müəllimi kimi götürəndə burada bir fənlər arası inteqrasiya var. İndi gəlin baxaq görək, əlavə olaraq musiqi müəllimi üçün burada fəndaxili inteqrasiya da varmı? Çünki qeyri-ixtisas müəllimi fənlər arası götürdü. Bəs musiqi müəllimi? Bəli. Fəndaxili inteqrasiya var. Musiqi müəllimi bunu götürəcək fəndaxili inteqrasiya və əlavə olaraq da fənlər arası inteqrasiya. İkisini də götürəcək. Deməli, niyə götürür? Çünki melodiyalar, ritim, daha sonra
Var burada musiqinin növləri, klassik musiqi, digər tərəfdən pop, rock, bununla yanaşı musiqi nəzəriyyəsi. İndi mən gördüyüm qədərilə deyirəm, çünki mən musiqi müəllimi deyiləm. Daha sonra musiqi praktikası, bununla yanaşı ritmik, harmonik strukturlar və s. bunlar musiqidə ayrı-ayrı mövzular olduğu üçün məhz musiqi müəllimi bunu götürüb fənlərarası və fəndaxili inteqrasiya. Baxın müəllimlər, biz sualı bu şəkildə təhlil edərək doğru cavabı tapa bilərik. Bir də bəzən müəllimlərdən belə bir sual gəlir ki, müəllimə ola bilərmi ki, hər üç inteqrasiyada olsun? Bəli, hər üç inteqrasiyada ola bilər. Amma yenə də qeyd edirəm, burada ixtisas müəllimi üçün 2 dənə inteqrasiyamız var idi. Fənlərarası və fəndaxili. Qeyri-ixtisas müəllimləri isə oxuyanda burada götürür fənlərarası inteqrasiya. Bu şəkildə müəllimlər, ümid edirəm ki, sizlər üçün faydalı bir video oldu. Çox xahiş edirik, videomuzu bəyənəsiniz və kanalımıza abunə deyilsinizsə, kanalımıza abunə olun. Öz fikirlərinizi şərh bölməsində qeyd edin. Bu kimi videoların davamlı olmasını istəyirsinizsə də yenə də şərh bölməsində qeyd edin. Hər birinizə uğurlar arzulayırıq. Sağ olun.